Ümumiyyətlə yanlış olan məsələlərdən bir dənəsi də budur. Yanlış olan məsələlərdən bir dənəsi budur ki, namaz mövzusundan danışarkən, namazın tərkinin, yəni küfür olub olmama məsələsindən danışarkən nə deyirlər? Deyirlər ki, alimlər bu məsələdə ixtilaf edibdir. Ümumiyyətlə bu yanlış bir yanaşmadır. Birinci, Allah və Rasulü bu məsələdə nə deyirsə önəmli olan odur. Alimlərin sözü heç bir zaman kim o kimliyindən asılı olmayaraq Allah və Rasulun sözünü nə təxsis edə bilər, nə mütləq olan bir fikri müqayyət edə bilər. Nə ümumi hökmü təxsis edə bilər, təxsis yəni xüsusiləşdirə bilər, istisna edə bilər, nə də ki mütləq genel hökmləri müəyyənləşdirə bilər. Alimlər nə deyir? Bu səlahiyyətə sahib deyirlər. Allah və Rasul tərəfindən bir hökm bəlli olduqdan sonra nə deyir? Bu məsələdə təxsisə və yaxud da ki təqid etməyə nədir? Yetki sahibi deyirlər. Sadəcə olaraq bizə qapalı qalan mövzuları bizə qapalı qalaraq və yaxud da ki mücməl olan və yaxud da ki mübhəm olan və yaxud da ki təfsirə və ehtiyacı olan və yaxud da ki müşkildir, müşkilin çözülməsinə ehtiyac olan məsələlər olduğu zamanda və yaxud da ki mütəşabih olan, hədis mütəşabihdir, ayət mütəşabihdir və bu zaman hədisin və ayətin genel şərhinə, açıqlamasına, sələfin bu ayət və hədisə necə yanaşdığına nədir, baxaraq biz məsələni çözürük. Amma əsl etibarilə Allah və Rasulü tərəfindən bir məsələ haqqında yəni fikir söyləndiysə, artıq o məsələdə yəni əlavə fikir söylənməyə də ehtiyac yoxdur yəni.